Qan bağımız yoxdur, amma can bağımız var. Online şəkildə sadəcə Instagram üzərindən dəvət olunmuşam. Rəhimova İlahə xanım yazmışdı. Salam, necəsən yazmışdı. Salamlaşıb yaxşı olduqmu bildirmişdim. Həmin müddətdə yaxşı deyildim əslində. Onun üçün mən o xanımdan danışmaq istədim. İlahə xanım bildirib ki, Aysel xanıma. Aysel xanım, bir xanım var, dəvət eləmək istəyirəm, salamlaşmışam, ünsiyyət qurmuşum. Amma fabrikə gətirə bilmirəm, istəyirəm ki, siz danışasınız. Və diyaloqa Aysel xanım keçdi və bildirdi ki, mən burada çalışıram, qəşəng qazanıram. Dedim, nə qədər qazanırsınız? Mənə belə abartılı olmasın deyə demişdi ki, 300 manat qazanıram. Mən də biraz, nənə baba böyüdüm məni, biraz ərkön fasonam. Mən də dik-dik dedim ki, dəqiq 300 manat qazanırsınız. Dedi ki, qazanıram. Dedim, onda işləyəcəm sizinlə, amma heç bir məlumatım yoxdur dedim. Mən sizi yora bilərəm, incidə bilərəm. Dedi ki, Səma, narahat olma, mən sənə öyrədəcəm, sən gəl. İnanın ki, qeydiyyatdan keçdim. Onu deyim ki, çox incitmişəm. Mən bu şirkətdə işlədikcə o qədər fərqinə varmışam. Mən dəfələrlə üzr istəmişəm öz rəhbərimdən ki, məni bağışla, mənim qarşıma çətin insanlar çıxanda. Deyirdim ki, Səma, etdiklərindir. Bax, necə triplər atırdı, yox, bacarmıram, yox, artıq pes edirəm. Və zaman keçdikcə anladım ki, mən çox incidirmişəm öz rəhbərimi və mən bəhanələr gətirməyə başladım. Çünki iş haqqında heç bir məlumatım yox idi. Qətiyyən mən onlayn işlə məşğul olmamışdım. Mənim ilk bəhanəm olmuşdu ki, Aysel xanım, mənim kontaktımda 14 dənə xanım var. Düzdür, işləmək istəyirəm, irəli getmək istəyirəm, amma çevrəm yoxdur axı. Dedi, 14 nəfər kimlərdir? Dedim, anam, bacım, xalam qızları, biraz qonşuları var. Dedi, dünya qonşulardan, anandan, bacından ibarət deyil. Sənin sosial şəbəkən var, sənin Instagramın var. Mən onu yeni açmışdım, mən fərqində deyiləm nə açmışam. Mənə istiqamət verdi ki, böyük bir kütlə əlivin altındadır. Bütün dünya sənin əlivin altındadır. Mənim gətirdiyim bəhanədən mənim qarşıma işıq göstərdi. Yol göstərdi ki, Səma, bu bütün dünya sənin əlinin altındadır və sən buradan dəvətlər eləyəcəksən. Bu formada işləməyə başladım. Artıq müəyyən bir vaxt keçdi, mən şəbəkəni qurduqca başa düşdüm ki, mən satış da etməliyəm. Çünki təkcə özümə almaqla mən 50 balımı tamamlaya bilmirdim. Və dedim ki, Aysel xanım, sata bilmirəm. Bunu o qədər düşüncəmə yedirmişdim ki, həqiqətən də sata bilmirdim artıq. Dedi ki, satacaqsan, təqdimat etməlisən. Dedim ki, mən məhsulları təqdim edirəm, bu insanları cəlb eləmir. Hətta bir dəfə bir söz demişdim. Aysel xanım onu bütün təlimlərində deyir ki, Səma mənə sözü demişdi. Dedim ki, mənim ətrafımdakı insanlar çatcamahatıdır. Onlar bilmirlər duş geli nədir. Mən necə satım duş gellərini? Onlar üzr istəyirəm, sabunla çimirlər dedim. Və artıq kəndin yarısı fabrikdədir və hər kəs duş gelindən istifadə edir. Və beləliklə fabrik yolumuz başladı, davam etdik. Mən 23% təsdiqlənmiş direktor oldum, daha sonra baş direktor oldum və biz Şirvan məntəqəsini açmaq qərarına gəldik. Ən böyük hədəfim, mən Sabirabadda olsam da biz Şirvana yaxınıq, biz Şirvana daha çox gedib gəlirik. Mənim beynimdə belə bir hədəfim vardı ki, mənim Şirvan şəhərində böyük bir komandam olacaq. Mən yalnız buna odaqlanmışdım. Çünki baxırdım ki, şəhər cəmaatı daha çox canfəşanlıq edirlər, daha çox aktivdirlər və məni yormurlar, tez işi qavrayırlar. Və hədəf qoydum, həqiqətən də Şirvan şəhərində böyük bir komandam quruldu və biz orada Aysel xanımın dəstəyi ilə məntəqəmizi açdıq. Və beləliklə həyatımız davam elədi, hər gün işə gedib gəlirdik. Biraz sarsıdıcı hadisələr də baş verdi. Niyyətim sizi üzmək deyil, mən bunu üzlərək danışmayacağım. Sadəcə komandamızın, şirkətimizin necə güclü olmağından, birlik olmağımız məqsədi ilə bunu danışıram sizlərə. Zaten bilən çox insan bunu bilir. Hər gün olduğu kimi biz işə getməliydik. Hər gün mən maşında olurdum. Yoldaşım, 2 uşaqları məktəbə qoyub işə keçirdik. Biz hər gün bir yerdən, günlərin bir günü iş günü idi, məhsul da gələsi idi. Sadəcə yoldaşım dedi ki, Səma, bu gün sən getmə. Mən çox dikbaşam, normalda həmişə dirəşirəm ki, yox, eləyəcəm, niyə getməyim? Əslində belə olmalıydı. Mən deməliydim ki, bu gün məhsul gəlib, mən orada olmalıyam. Dedi, çox yorğun görünürsən, mən razılaşdım ki, bəli, mən çox yorğunam, çox halsızam, düz deyirsən, mən razılaşıb həmin gün işə getmədim.
Sadəcə otağa qayıdıb necə yuxuya getmişəm onu da xatırlamıram və 20 dəqiqə sonra mən xəstəxanaya çatanda mən artıq yoldaşımı itirmişdim. Mənim evladlarım tanımadığım bir vəziyyətdə idilər, sarğıdaydılar, komadaydılar. Mən çatanda artıq mənə bildirdilər ki, yoldaşını itirmisən. Evladların üçün heç bir ümid yoxdur dedilər. Xəstəxanadan həkimlər də bunu vurğuladılar. Sadəcə orada Şəmsi doktor var. Göydə Allah həmin dəqiqə yerdə Şəmsi doktor əlimdən tutub dedi ki, Səma, dua etməlisən. Bütün gücümü qoyacam burada dedim. Mən deyirəm ki, 2 evladımın həyatı üçün 20 dəqiqə vaxtımız var bizim hələ dedi. Və mən dua etməyə başladım və mən artıq ətrafıma baxanda təbii ki, qohumları görmək normal bir haldır. Amma bütün Fabellik ailəsinin orada mənə olan dəstəyi, insanların ora axın etməyi, bütün komandamızın dəstəyi. Yəni bu heç bir yerdə mümkün deyil. Və beləliklə bir gün keçdi. Mənim dəyərli rəhbərim Aysil xanım gəldi mənimlə orada. Hava da soyuq idi. Gecəni səhərə bir yerdə açdıq günlərlə orada biz. Mənimlə bir yerdə mənim dəyərli rəhbərim dəmir stolun üzərində yatdı ki, o uşaqlar ayılsınlar komada. Və beləliklə uşaqlar ayıldı. Böyük bir summa lazım idi, əməliyyatlara pul lazım idi. Təbii ki, mən özümdə deyildim. Bir 10 gün koma vəziyyətində necə fırlanırdım. Heç o günləri xatırlamıram sözün düzü. Və artıq Aysil xanım əlimdən tutub dedi ki, Səma, qorxma, özünü toparla, biz həkimləri tapmalıyıq. Biz əməliyyatı eləyən həkimləri tapmalıyıq. Oğluma qaraciyər deportasiyası, yəni köçürülməsi oldu. Qızımın isə ayaqları 3 yerdən qırılmışdı. Biz həkimləri axtarmalıyıq, özünü topla, mənə kömək elə. Bütün komanda sayəsində, hətta dedi, xalqımız, millətimiz ayağına qaldı. 3 gün sonra bana bildirdi ki, bizim pulumuz hazırdır, biz həkimi tapmalıyıq. Mən şokdaydım. Mən şokdaydım. Necə yanı? Dedi, bəli, hazırdır hər şey. Və xəstəxananın direktoru məni otağına çağırıb dedi ki, Səma xanım, siz harada işləyirsiniz? İnanın ki, həmin dəqiqə mən fərqində deyildim, məsələ nədir? Niyə mənə bu sual verir? Dedi, siz jurnalistsiniz, biz dedi, işimizə görə qorxuruq, birdən jurnalist olasınız. Sağ olsun, mənim kollega yoldaşlarım elə gözəl geyinib gəlmişdilər. Elmira xanım elə danışırdı ki, onlar qorxurdular ki, bunlar jurnalist kollektividir, tökülüblər üstümüzə. Dedi, Səma xanım, mən sizə bir şey deyim, biz xəstəxanada işləyə bilmirik. Xəstəxananın içərisi doludur insanlarla, hər kəs sizi axtarır, axın. Mənə çox yüksək vəzifəli insanlardan zənglər gəlir, uşaqları tapşırırlar, məni qorxuzurlar, hətta dedi ki, hədəlirlər ki, o uşaqlara heç bir şey olmamalıdır, siz onları xilas etməlisiniz. Vallahi biz əlimizdən gələn dedi, hər şey eləyəcəyik, amma biz işləyə bilmirik. Həyat doludur, insanlar sizi axtarır, siz harada işləyirsiniz? Dedim, mən Fabellikdə işləyirəm, vallahi mən jurnalist deyiləm, bizdən sizə heç bir ziyan gəlməz. Dedi ki, Səma xanım, mən Fabellikin adını eşitmişəm, mən bilirəm ki, onlayn satışdır, amma Fabellik bundan sonra mənim düşüncəmdə, mənim beynimdə bir gücün birliyi kimi qalacaq. Belə bir şey dedi, mən ilk dəfə bilirəm. Bu boyda axın mı olar, bu boyda belə silahı köklər xəstəxanaya, biz işləyə bilmirik, biz sizə otaq verəcəyik dedik. Bütün dedi qonaqlarımızı, gələnləri orada qarşılayın artıq. Artıq koridora çıxanda mən gördüm ki, inanın ki, xəstəxananın içində mən o vəziyyətdə döydüm. Bir qadın şıqırır ki, xeyr ola bizim yanımıza gələnlər içəri buraxmırsınız. Bu otağa 20 dəqiqədən bir millət girir, çıxır. Baxdım, dedim, ilahi, bu nə deməkdir? Burada bu vəziyyətdə paxıllıq mı olar? Çox qəribə hallar yaşanırdı və beləliklə bütün Fabellik ailəsi sayəsində çox xahiş edirəm o videonu verin. Mənim Nurayım gözünü açanda sual verdi ki, ana, mən bir daha yeriməyəcəm. Mən var gücümlə onun əlindən tutub dedim ki, Nuray, inan mənə, sən yeriyəcəksən. Bu Fabellik ailəsinin və bizim xalqımızın gücünün birliyinin nəticəsidir, xanımlar. Biz çox əziyyət çəkdik və bir xanım mənə bu yaxınlardan zəng vurdu, dedi ki, Səma xanım, biz avtomobil qəzası keçirmişik, dedi. Mən orada, dedi, yoldaşımı itirmişəm. 2 evladım çox çətin vəziyyətdədir. Dedim, bəs sizin vəziyyətiniz necədir? Dedi ki, mən yorğan döşəkdən qalxa bilmirəm. Dedim, siz əzilmişsiniz. Dedim, mən əzilməmişəm. Dedim, yoldaşımızı itirmişsiniz, dedi, itirmişəm. Dedim,
Bizim evladlarımız sağdır, dedi, hə. Dedi, mənə deyirlər ki, mən sizinlə danışmalıyam, siz mənə dəstək ola bilərsiniz. Siz necə qalxdınız bu işin altından? Mən o xanıma dedim ki, sizin evladlarımız sağdır, mənimkilər də sağ idi, mənimkilər də yaralı idi. Əgər onlar sağdırsa, payızda ağaclar da yarpaqlarını tökür. Demək ki, həyat davam etməlidir. Bunu Allah Taala belə istəyir. Təşəkkürünü bildirdik ki, onlarda vəziyyəti yaxşıdır. Və xanımlar, bunu danışmaqda məqsədim odur ki, necə bir kollektivlə, necə bir şirkətlə işlədiyinizin fərqində olun. Siz sadəcə fabrikə gələrək bir iş qazanmamışsınız. Allah'ı belə deyilsiniz, bir ailə qazanmışsınız. Siz böyük bir ailə qazanmışsınız. Mən də bunu qazanmışam və heç bir zaman fabrikdə olduğum üçün pişman deyiləm. Yenə başa qayıtsam və yenə də fabriki və dəyərli kollektivimizi seçərdim. Və bütün bunlara görə mən öz dəyərli kollektivimə, rəhbərlərimə təşəkkürümü bildirirəm. Var olun, yaxşı ki varsınız, yaxşı ki sizi tanıdım. Və həyatım sizinlə kəşişdirsə, demək ki, bunu Allah Taala belə istədi. Bu belə olmalı idi. Mən daima bunu belə qəbul etmişəm. Deyir, Allah Taala deyir ki, insan çəkə bilənə verirəm, deyir. Düşünürəm, hər zaman özümü bax bu cürlə motivə edirəm ki, Səma, sən güclüsən deyə bu sənin başına gəldi. Ona görə də həyat davam edir, davam etməliyik, evladlarımız var və onlara görə biz daima mücadilə etməliyik. Deyir, o iki qardaş gedir müharibəyə, qardaşın birini düşmən vurur, arxadan düşmən gəlir, ya öz qardaşını orada qoyub, irəli gedib sən xalqı, millətini xilas etməlisən, ya da onun yanında qalıb ölməlisən. Mən bu həyata bu formada baxdım, irəli gedib evladlarım üçün döyüşməyi seçdim. Siz də döyüşməyi seçin, həyat bir mübarizədir, həyat güclülərindir, güclü olun xanımlar. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bilirəm ki, danışmaq sənin üçün nə qədər çətindir, amma sən bunu etdin. Mən iki qəhrəmanımızı alqışlamaq istəyirəm. Həmən körpələr oradadılar. Səhnənin arxasında oturub analarımız deyirlər, qəhrəman analarımız deyirlər. Bu təşəbbüs üçün başda Tahta xanım olmaqla, başda Səbuhə xanım olmaqla, bu axılı yaradan Səbuhə xanım oldu təbii ki. Ona dərindən təşəkkürümü bildirirəm. Minnətdaram hər birinizə ki, bu gün o uşaqların ayağa durmağında çox böyük kömək oldu. Səma, sənə bir daha təşəkkür edirəm. Sən mənim qəhrəmanımsan. Səma çox güclü qadındır. İnanıram ki, onun həyat yolunda daha gözəl uğurlar, daha gözəl addımlar olacaq. Onun üçün də danışmaq çətin idi. Bizim üçün də Tahta xanım üçün də çox çətin idi. Mən buradan baxıram. Təşəkkür edirəm. Səma, sənə minnətdaram. Mənim gözəlim, onun dəyərli liderləri o üçün hədiyyə gətiriblər. Təşəkkür edirəm. Onlar eyni maşında gəliblər. Bunları harada gətirmişsiniz? Mən görməmişəm. Aha. Deməli, bugün biz düşünürəm ki, bir